Səhv eləmirəmsə, Musa Peyğəmbər Tur dağında Allahla danışanda, yəni Musa Peyğəmbər Kəlimullah olub da, yəni Allahla ağac vasitəsilə danışıb. Allahdan soruşur ki, əgər Allah sən insan olsaydın, yəni insan cildində olsaydın və yerə düşsəydin, sən nə iş görərdin? Allah deyir ki, əgər mən insan olsaydım və insan cildində olsaydım, ən birinci mənim vəzifəm o olardı ki, yəni mən insanlara xidmət edərdim, insanlara qayğı göstərərdim, insanlara sevgi göstərərdim. Yəni insanlara xidmət edərdim. Baxın, görürsünüz, Allah da Allahlığı ilə deyir ki, mən insanlara xidmət edərdim. Yəni bu namaz qılanlar, mən belə başa düşürəm ki, Allah bilirsiniz o müsəlman olmayan ölkələrə verir. Çünki onlarda, bilirsiniz, onlar müsəlman olmasalar da insanlara sevgiləri var, insanlara qayğıları, insanlara məhəbbətləri var. Yəni insanlara xidmət eləyirlər. Baxın, görürsünüz, onun üçün də Allah onlara verir. Məsəl üçün Amerika, İtaliya, Çin, Yaponiya, görürsünüz, insanlıq var orada. Çünki insanlara hörmət, insanlara sevgi var. Amma müsəlman ölkələrinə görürsünüz, nöş vermir. Çünki insanlara nifrət, insanlara ən böyük, yəni sən nə qədər namaz qılsan da, sən nə qədər ibadət əhli olsan da, sən insanlara qarşı nifrət eləsən, sən insanlara qarşı paxıllıq eləsən, sən insanlara qarşı qeybət eləsən, yəni hər bir mənfi xüsusiyyətin olsa insanlara qarşı, sənin nə namazın, nə orucun, nə heç nəyin qəbul deyil. Bax, Peyğəmbərin vaxtında, məsəl üçün, bir nəfər, bir yaşlı arvad var idi, gecə-gündüz namaz qılırdı. Peyğəmbərdən soruşdular ki, o gecə-gündüz namaz qılır, amma insanlara hər cür pislik eləyir, hər cür nifrət eləyir. Peyğəmbər dedi ki, o gecə-gündüz namaz qılsa da onun yeri cəhənnəmdir. Birinci, sən özün ən birinci ailəvə sevgi göstərməlisən, ailəvə qayğı göstərməlisən. Sonra insanlara, Peyğəmbərin vaxtında Peyğəmbərin bir səhabəsi olur, dünyasını dəyişir. Yəni cihad vaxtı yox, başqa bir vaxtı dünyasını dəyişir. Peyğəmbər öz mübarək əlləri ilə onu dəfn eləyir. Hətta həmin o səhabənin mənası odur ki, Peyğəmbəri görə və Peyğəmbərin ən azı 2-3 cihadında, yəni dini müharibəsində iştirak eləyə. Əgər orada öldürülsəydi, o şəhid kimi gedirdi. Yəni Peyğəmbər, yəni səhabə o deməkdir də. Yəni nə olsun ki, Peyğəmbərin vaxtında çoxları Peyğəmbəri görüb, amma səhabə deyirlər. Və Peyğəmbərin öz səhabəsi, başqa vaxtı, cihad vaxtı yox, başqa vaxtı dünyasını dəyişir. Peyğəmbər öz mübarək əlləri ilə onu dəfn eləyir. Həmin o səhabənin anası deyir ki, mən fəxr eləyirəm ki, mənim oğlumu Peyğəmbər öz mübarək əlləri ilə dəfn elədi. Qəbrinin üstündə, yəni ki, Peyğəmbər o duanı oxuyur, yəni ölü duasıdır, oxuyur, durur ayağa, deyir ki, mən bu dəqiqə gördüm ki, qəbr evi onu o qədər sıxdı ki, onun sümükləri sınıq-sınıq oldu. O birisi səhabələr, yəni onu tanıyanlar, həmin o səhabəni tanıyanlar, hamısı şoka düşür ki, bəs bu belə yaxçı insan olub, bu belə cəmaata yaxçılıq eləyib. Deyir, düzdür, cəmaata yaxçılıq eləyən olub, amma öz evində, öz ailəsinə qarşı ən zalım adam olub. Bilirsiniz, insan gərək öz ailəsinə qarşı mehriban olsun. Yəni, nə qədər namaz qılan olsan da, sən öz ailəvə qarşı qəddarsan, zalımsansa, sənin namazın da batildir, sənin orucun da batildir və insanlara qarşı da qəddarsansa, zalımsansa, yenə deyirəm, sənin bütün ibadətlərin boşdur, mənasızdır. Sənin ibadətin ən birinci olmalıdır ki, insanlara sevgin olmalıdır.
Pis insan olsa da yenə də ona qarşı sevgin olmalıdır. Yenə də ona qarşı məhəbbətin olmalıdır. Başa düşürsünüz? Peyğəmbərin yenə vaxtında bir qoca yaşlı arvad hər gün, bilmirəm Peyğəmbər bilə-bilə keçirdi ya təsadüfən keçirdi, hər gün onun başına zibil tökürdü. Bir neçə gün tökmür. Peyğəmbər narahat olur. Deyir, bəs mənim başıma bir arvad var idi, yaşlı arvad, mənim başıma zibil tökürdü. Ona deyirlər ki, bəs o xəstələnib yataqdadır. Peyğəmbər gəlir onu ziyarət edir. Həmin arvad qorxur ki, bəs mənim xəstə olmayanda yəqin Peyğəmbər onun üçün mənə heç bir söz demirdi. İndi xəstəyəm, zəifəm, gəlib məndən qisas almağa. Amma Peyğəmbər ona neynədi? Peyğəmbər ona elə bir sevgi göstərdi ki, ona nifrət eləyən insan həmin vaxt İslamı qəbul elədi. Bax, belə olmaq lazımdır. İnsanlara sevgi göstərmək lazımdır. Yoxsa mən namaz qılıram, sən namaz qılmırsan, sən kafirsən, sən nə bilim kimsən. Kafir də olsa Peyğəmbər nə, Allah Quranda nə deyir? Ya Peyğəmbər, sən öz bildiyini de, qəbul eləsə də, eləməsə də onun öz boynunadır. Amma qiyamətdə deyiləcək. Yəni deyirdi ki, Peyğəmbər, sən öz vəzifəvi yerinə yetir, dinə dəvət elə, amma ürək mənimdir. Yəni sən ona, ürəklərə hakim ola bilmərsən. Başa düşürsünüz? Onun üçün də o namaz qılanlara, o dini darlara deyirəm ki, ay bədbaxtlar, sizin nə qədər namaz qılmağınız, ibadət eləməyiniz boşdur. Əgər insanlara xidmət göstərmirsinizsə, insanlara sevgi göstərmirsinizsə, hamısı boş mənasızdır. Yenə deyirəm, bax görürsünüz, qıraqlar, bir dənə özünüz, öz ağlınızla baxın, görün, müsəlman olmayan ölkələrdə, məsəl üçün də, Çində, Yaponiyada, görürsünüz, hamısı şad xürrəm yaşayır. Nöş? Çünki onlar insanlığa xidmət edirlər, insanlığa sevgi göstərirlər, qayğı göstərirlər. Başa düşdünüz? Amma müsəlman olmayan ölkələrdə, baxın, Əfqanistan, məsəl üçün İraq, Səudiyyə Ərəbistanı, hamısı görürsünüz, nə gündə yaşayırlar. Çünki onların içində olan kin, nifrət, insanlara nifrət, insanlara kin, küdurət, Allah da onun üçün vermir. Başa düşdünüz? Allah da onun üçün vermir. Allah deyir ki, mənim yaratdığım, yenə deyirəm, baxın, məsəl üçün bir nəfərlə dostluq eləyirsən, sən o bir nəfərə qarşı dost olursansa, onun uşaqlarına qarşı sənin kinin, nifrətin varsa, o dost deməyəcək ki, sən mənimlə dostluq edirsən, amma mənim uşaqlarıma qarşı nifrətin, kinin var. Bax, Allah da deyir ki, sən əgər mənimlə dost olmaq istəyəcəksənsə, sən mənim yaratdıqlarımla da dost olmalısan. Pis də olsa, yaxşı da olsa, sən öz ona qarşı sevgini göstərcinən. Bax, din budur. Sən ona qarşı qayğını göstərcinən. Din budur. Din odur ki, sən ona qarşı əlində nə köməyə gücün çatırsa, yəni pis, yaxçılıq elə, yaxçılığı bacarmayacaqsənsə, Allah nə deyir Quranda? Deyir ki, sənə əl açan, yəni o dilənçilərə, əgər kömək eləyəcəksən elə, eləməyəcəksənsə, xoş sifətlə onu yola sal. Yoxsa sən buradan kömək eləyəcəksən, dalıcan da başlayacaqsan ona baxı, nə bilim filan kəsdir, belədir, belədir. O din deyil, qardaş, o din deyil, ay insan. Din odur ki, sən sevgini, insanlara sevgini göstər, qayğını göstər. Sevgi göstərsən, qayğı göstərsən, sənin bütün ibadətlərin qəbuldur. Sevgi, qayğı göstərməsən, kin, nifrət göstərsən, sənin bütün ibadətlərin, mən %100 deyirəm, hamısı batildir. Hamısı batildir. Onun üçün də mən bütün o dini darlara deyirəm ki, sevgi göstərin, sevgi, sevgi, sevgi. Dünyanı sevgi xilas edəcək. Məni Söyüş Soyanın bütün varidatında nə qədər qız gəlin varsa, hamısını mən sı. Nəinki mən sı, bütün dünyada olan kişilər hamısı sı. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun.